Selamünaleyküm, hepinizi hoş gördük yeni bir videomuzda. Videomuza başlamazdan önce sizlerden xahişim videolarımızı beğenip paylaşmağı ve fikirlerinizi bizimle bölüşmeyi unutmayın. Artık yavaş yavaş mövsümü yekunlaşdırırıq. Mövsüm dediğim yani keçilərdən məhsul alma mövsümü. Bir-iki dənə heyvan çıxmaq şərtindən demək olar ki, heyvanların hamısı artıq südünü qurutdu və növbəti mövsüm üçün hazırlıq gedir. Keçən il heyvanların içinə saynən təkəsi qatmışdıq. Bu il hələf qatdıq. Keçən saynənlə bir yerdə Mursiyanamız vardı. Bizi izləyənlər bilirlər. Onun bu ilki burada gördüyünüz bu dişi səpişlər hansı ki özümüzə damazlıq saxladıq. Onların demək olar 80% həmin o Mursiyananın balalarıdır. Ona görə onların boyunda inkişaf çox zəif getdi. Boyları balacadır. Çünki Mursiyana cinsinin özü balacadır. Əsas üstünlüyü südünün yağlı olmağıdır. Süd verimi də saynən qədər olmasa da hələf keçisi qədər süd verir. Amma süd yağlılığı hələfdən daha üstündür. Ona görə bizim bu səpişlər biraz balaca qalıblar. Amma burada gördüyünüz bu qırmızıların hamısı Mursiyananın balalarıdır. Diğer bu alalar da bizim keçənki hansı ki hələf təkəsindən olan köyərlərimizdir. Onların bir hissəsi bala verdi. Bir hissəsi də bu ilindi təkəsini götürənlər oldu. Ümumilikdə keçilərin bir 95% deyə təkəsini götürübdür. 2 aydan çoxdur. Bəzi heyvanlar var ki, onlar təkəsini götürmədi. O da bəzən keçi də olur. Onlar da yəqin ki, bu dövrlərdə böyük ehtimal təkəsini götürərlər. Çünki artıq heyvanların bu həm qabaq xəstəliyi oldu, həm vaksin vurmuşduq. Biraz heyvanlar çox zəifləmişdi. İndi şükür Allaha yavaş-yavaş o qabaq da çıxdı, getdi. Heyvanlar öz canını tutmağa başlayır. Ona görə hansı heyvan ki təkəsini götürməyib, onlar da böyük ehtimal təkəsini götürərlər. Bu balaca səpişlərin içində də qaçaq olaraq bir neçəsi təkəsini götürübdür. Görək onların bala verimi nətər olar. Bu qırmızı Mursiyana saynən qarşığı çox balacadır. Onun yanındakı çox balacadır, amma təkələrini götürdülər. Sağlı salması olsun, görək bala verəsdirlər. Ümumi olaraq bayaq dedim, bir mövsümü yekunlaşdırdıq. Növbəti mövsümün artıq heyvanların özünü bərpası, heyvanların çəki alma prosesi gedir. Ümumiyyətcə, bu boğazlıq dövründə maksimum çalışmaq lazımdır ki, heyvan heç olmasa növbəti bala verənə qədər 2 ay südünü qurutsun, özünü bərpa eləsin. Bu, həm növbəti ilin məhsuldarlığına faydalıdır, həm də heyvanın özünə də faydalıdır ki, heyvan da bir istirahət eləməlidir. Yəni, dayanmadan bunun süd versə, bu orqanizmdə də immunitet düşür və heyvan istər-istəməz xəstəliklərə qarşı olan həssaslığı da artır. Amma heyvan ən azından bir doğma bir 2 ay, 2 ay yarım qalmış südünü qurudub, özünü bərpa edə bilsə, onda növbəti ilin həm bala verimi, həm süd verimi daha yaxşı olur. Sözsüz burada təsərrüfat sahibinin də diqqət eləməli olduğu məsələlər var. Məsələn, bunu öncəki videolarımızda da demişdim. Qarnında bala olan, yəni boğaz heyvanların baxımındakı ən kritik dönəm son 45-50 gündür. Çünki bu 45-50 gündə həm heyvanın süd vəzi təkrar özünü bərpa edir, yenidən inkişaf eləməyə başlayır. Buna el arasında heyvanın yelin gətirməyi deyirlər. Həm də heyvanın balası, qarnında olan bala və ya balalar həmin o 45-50 günlük son müddətdə doğum çəkisinin 70%-ə qədərini həmin müddətdə alır. Bu da o deməkdir ki, o müddətdə düzgün qulluq olunan heyvan növbəti sezonda həm verdiyi balanın sağlamlığı, çəkisi normal olur, həm də heyvanın süd verimi ən ideal şəkildə olur. Buna görə ümumilikdə, yəni
Qarnında bala olan heyvanın baxımı doğru olmalıdır. Yəni onun o son 45-50 gündə artıq başlayıb ona etab artırmaqla yem vermək lazımdır. Məsələn, gündə bir 200 qramdan başlayıb, daha sonra bir 10 gündən bir artırmaq, ta ki o doğuma bir həftə, 5 gün qalmış da süd aldığınız zaman nə qədər yem verirsinizsə, o miqdarda yem verməlisiniz. Bunun da əslində açıqlaması səbəbi nədir? Səbəb budur ki, həmin dövrdə artıq heyvanın doğumuna çox az qalır. Bir doğum stresi var heyvanda. Plus bala böyüyübdür. Heyvanın qarnının böyük hissəsini bala tutduğuna görə heyvanda mədədə sıxılma olur, balacalaşma olur. Və siz həmin dövrdə heyvana qüvvəli yem verməsəz, heyvan o mədəsini otla, daha zəif yemlərlə doldurur və artıq yem yeyə bilmir. Bu da həmin heyvanın gücdən düşməsinə gətirib çıxarır. Hansı ki, ona qüvvəli yem verilməlidir ki, maksimum. O heyvan həm enerjisi olsun, doğum zamanı heyvanın canında enerji olsun ki, doğumu asan olsun, həm heyvan həmin ərəfədə stresli olduğuna görə daha çox enerjiyə, kaloriya ehtiyacı olur, onu əldə edə bilsin. Bu məsələdə biraz diqqətli olmaq lazımdır. Yoxsa məsələn heyvanın doğumu çətin ola bilər, heyvanın özü zəif düşə bilər. Bu əsas məsələlərdir ki, təsərrüfatda bunlara diqqət etmək lazımdır. Hal-hazırda keçilərimiz burada palık yeyirlər. Yaxşı palık var bu il. Ona görə biz heyvanlara demək olar ki, biz sentyabr ayının ortasından sonra yem verməyi dayandırdıq. Həm qabaq xəstəliyi gəldi, həm yemi dayandırdığımıza görə heyvanlarımız südünü biraz daha tez qurutdu. O da bir tərəfdən yaxşı oldu, çünki zəif düşmüşdü heyvanlar. Südünü qurutdu, daha yaxşı özünü bərpa elədi. Biz orada bir aylıq bir məhsul itkisi oldusa da bunu inşallah gələn ilki növbəti sezonda daha yaxşı şəkildə kompensasiya edə bilərik. İndi də artıq bir aydan çoxdur ki, bu palıd mövsümü başlayıbdır. Artıq heyvana yemə ehtiyacı yoxdur. Heyvan gündəlik yetərincə palıd yeyir və bu palıd da çox qüvvəli bir bitki olduğuna görə yağlı bir onun meyvəsi var. Bu da heyvanların öz canını daha yaxşı bərpa eləməyinə kömək edir. İnşallah ümidimiz odur ki, sağlıq, salamatçılıq olsun. Bu il heyvanlarımızdan sağlam bir şəkildə bala alarıq və növbəti mövsüm daha maraqlı olar. Mənim üçün əsas maraqlı olan bu hələf dönmələri ki var. Bu köyərlərimiz sanən hələf qarşıdır. Bunlar 50-50-yə də, 50% sanəndə, 50% hələfdir. Bunlara təzədən təmiz hələf təkəsi qatdıq. Oradan olacaq balaları mən çox səbirsizliklə gözləyirəm ki, nə formada bir balalar olasıdır. Sanənlə hələbin necə bir bala verdiyini bir dəfə yoxlamışıq. Onu artıq bilirik. Ona o qədər də bizə çox şey deyil. Məsələn, Mursiana ilə də hələbi qatdıq bu il. Bunu da səbirsizliklə gözləyirəm ki, nə cür bir bala verəsidir. Plus da dediyim kimi bu Mursiana sanən mələzi çəpişlər ki var idi. Bir neçəsi qaçaq şəkildə təkəsini götürübdü. Onlardan olacaq balalar da maraqlı olasıdır. Ümumi olaraq dediyim kimi sezon yekunlaşır. Heyvanlarımız və bəzi heyvanlarda hələ də axsama var. Bir neçəsində o babağın fəsadlarıdır. Heyvanlar öz canını bərpa eləməyə çalışır. İnşallah havalar normal olsa biz 2-3 həftədə yaxşı qidalana bilsələr, ondan sonra artıq heyvanlar təmiz qapalı şəraitə keçirilər. Çünki keçi soyuğa biraz həssas heyvandır. Ona diqqət eləmək lazımdır ki, keçi tez soyuqlaya bilir. Qoyunla müqayisədə soyuğa çox həssasdır keçi. Görək, sağlıq, salamatçılıq olsun. Bu il necə bir məhsuldarlıq olasıdır. Və bu qırmızı babu çəpiş qaçaq olaraq təkəsini götürənlərdən biridir. Bunun ekiz tayı var. O da
Bunlar hardasa 7-8 aylıqdılar. Keçən ülkələrin içinə təkə qatanda onlar 10 aylıqdılar. Bunlar daha tez təkəsini götürdü. Düzdür, boy inkişafında biraz şey olasıdır. Plus da bunlar Musiana dönməsidirlər deyə, Simon Musiana qarşıladılar deyə. Onsuz da bunlar çox boy atası deyirlər. Bizim buradakı Musiana 2 keçimiz var. Bir o qara kör, bir də onun anası. Bunları görürsünüz, onların boyları çox böyük deyil. Ona görə bunların çox da ciddi boy atmalarını da gözləmirik. Amma yenə inşallah zaman göstərəcəkdir ki, həmin o təkəsini götürüb əgər bala versələr, onların görə məhsuldarlığı necə olasıdır, ümumiyyətlə inkişafları necə olar. Burada bu dəqiqə keçilər həmin o palıdı o xəzərin arasında axtarıb tapmaqla məşğuldurlar. Yarpaq töküldüyünə görə yarpağın altında qalıb. Hal-hazırda keçilərin ən sevdikləri, ən favorit yemləridir. Bu bizim ana Musianadır. O kör də bunun balasıdır. Bunların hərəsində bir dənə balaları var. Biri təmiz baladır, Musianadır, birinin balası. Amma bunun balası Simon təkəsindəndir, Simon qarşılıdır. Ümumi olaraq bu qədər. İnşallah növbəti videolarda görüşərik. Sizin də hər hansı bir əlavələriniz olarsa bizimlə bölüşsəniz şad olardıq. Allah'a emanet olun.